Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidməti minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Nazirliyin İctimaiyyət Əlaqələr İdarəsindən verilən məlumata görə hüquq mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış silah-sursatın istifadəyə yararlı bir ədəd RQ 42 əl qumbarası, bir ədəd Uzerkium partladıcı, 17 ədəd 5.45 mm-lik mərmi, 27 ədəd 7.62 mm-lik mərmi, bir ədəd 9 mm-lik mərmi, bir ədəd AK-74 avtomatının darağı və bir ədəd ov tüfəngi olduğu müəyyən edilib. Silah-sursatlar XR, XX-in çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.